Hər kəsə salam. Sizi Astarada yerləşən Astara Malldan salamlayırıq. Deməli, Astara Mallda çox gözəl aksiya var. Sizə onu izah eləyəcəm. Amma ilk öncə bura nə üçün gəlmişik, nələr almışıq onu göstərmək istəyirəm. Bu çarxı yadınızda saxlayın. Çünki paltaryon qazanmaq şansınız var. Deməli, gəldik Astara Malla. Rabia xanım özü üçün belə bir kombin düzəltdi və bunu da aldı. Necədir bu arada? Zəhmət olmasa 10 üzərindən qiymətləndirin. Bu əsnad üçün mənim seçdiyim geyimdir. Bu da dəst halında satılırdı. Məncə çox tərz görsənir həqiqətən. İndi bu köynəyi də bu arada mən bəyəndim. Dedim bir dənə bu şalvarla geyin görüm necə qalır əynində. Daşqaşlı şeylər sevirəm də. Bu isə Şəhriyarın əsnad üçün seçdiyi geyimdir. Bu da dəst halında satılırdı. Sizcə Şəhriyarın seçdiyi yoxsa mənim? Bu da Məryəmin seçimi idi. Mən də Məryəmlə eyni kombini aldım özüm üçün. Daha sonra düşdük kişi bölməsində Nadir və Şəhriyar özləri üçün paltar aldılar. Ümumiyyətcə kişi bölməsində dəhşət çeşid bolluğu var idi. Hələm gedib belə deyim kişi bölməsində geniş çeşiddə paltar tapmaq olmur. Çox gözəl köynəklər, çox gözəl şalvarlar var idi. Hətta kətən şalvarlar da gəlmişdi yay üçün. Burada sizə bir neçədən nümunə göstərirəm. Ayaqqabı, çanta, belə deyim, yeni doğulan körpədən tutmuş 13, 14, 15 yaşa qədər uşaqlar üçün, yeniyetmələr üçün hər cür geyim, xanımlar üçün, daha sonra bəylər üçün nə axtarsanız hər şey var idi də, yəni parfümeriya, kosmetika, nə bilim, ilk dəfədir, yəni həqiqətən Astarada bu qədər çeşid bolluğu olan bir mağaza gördüm. Zeyd üçün də gecə yatmağa pijama dəstə aldım. Bir dənə body ilə şalvar aldım. Başını bağlamağa kasınka aldım. Neçə vaxtı kasınka axtarırdım ki, qulaqlarına soyuq olmasın. Ya axtardığımız hər şeyi burada tapdıq da, belə deyim. Uşaqlar da, mən də, Şəhriyar da, Zeyd də, Nadir də hamımız buradan geyindik, keçindik. Onu da deyim ki, Astara Mallda qab-qacaq, cehizlik, belə deyim, oyuncaq, velosipedlər, nə axtarsanız hər şeyi tapa bilərsiniz və hər 30 manatlıq alış-veriş eləyən şəxslərə bir ədəd kupon verilir. O kupon çarxın içinə atılır və çarx fırladılacaq bu yaxınlarda. İçindən bir nəfərin adı çıxacaq alış-veriş eləyənlərdən. Və həmin şəxs Mideyanın paltaryanını qazanacaq. Nə qədər çox alış-veriş eləsəniz, o qədər çox adınızın, belə deyim, çarxa atılmaq şansı var və daha çox qazanmaq şansınız var. Biz 340 manatlıq alış-veriş elədik. 12 dənə kupon atıldı bizim üçün. Bu qədər. Hələlik.